Azərbaycanda niyə poliklinikalar kağız üzərində işləyir, amma real həyatda yox? Poliklinikalar ilkin yardım göstərən bir yer olmaq əvəzinə artıq kağız verən bir orqana çevrilib. Ümumiyyətlə, poliklinikalar niyə yaradılmışdı? Gəlin buna nəzər salaq. Poliklinikalar əhalini qeydiyyatda saxlamaq üçün, müayinələri izləmək üçün, yüksək profilaktika üçün, xəstəlikləri ilkin mərhələdə aşkar eləmək üçün, xroniki xəstəliklərin risklərini azaltmaq üçün, bunlara nəzarət üçün yaradılmışdı. Səhiyyə iqtisadçısı olaraq hal-hazırda poliklinikaların öz funksiyalarını niyə yerinə yetirə bilməmə səbəblərindən biri kimi poliklinikalarda maliyyə azlığı deyə bilərəm. Ümumiyyətlə Azərbaycanda ümumi daxili məhsulun cəmi 3% səhiyyə xərclərinə sərf olunur. Bu ümumi dünya üzrə göstəricidə çox aşağıdır. Və aşağı maliyyə öz növbəsində daha keyfiyyətsiz avadanlıqlar, aşağı əmək haqqı və s. deməkdir. Aşağı əmək haqqı da öz növbəsində kadr çatışmazlığını doğurur. Yəni bütün problemlər bir-biri ilə bağlıdır. Belə bir vəziyyətdə də poliklinikalardan keyfiyyətli xidmət gözləmək təbii ki, biraz absurd olardı. Digər bir səbəb kimi isə icbari tibbi sığorta ilə real praktikadakı boşluq deyərdim. Əslində icbari tibbi sığortanın əsasını primary care adlı bir hissə tutur. Yəni əhali ilkin mərhələdə birbaşa xəstəxanalara, təcili yardıma və s. yox, öz qeydiyyatda olduqları ünvandakı poliklinikalara, ailə həkimlərinə müraciət eləməlidir. Sistemdə bu belə işləmir təəssüf ki. Əhali qeydiyyat üzrə həkimin yanına getmir. Ailə həkimi xəstəni tanımır, izləmir, yönləndirmir. Göndərişlər çox aşağı səviyyədədir. Bu funksiya da səhiyyə mexanizmində işləməyəndə zəncir ilk halqasından demək olar ki, qırılır. Digər bir səbəb kimi deyə bilərəm ki, tibbi personalın maaşı və motivasiyası, bayaq da qeyd elədim, aşağı maaşda çalışan poliklinika həkimləri demək olar ki, vaxtlarını çox az hissəsini poliklinikalarda sərf edir və çoxu özəl sektorda çalışır. Çünki poliklinikalardakı həkimlər çox aşağı əmək haqqı alırlar və aşağı əmək haqqı da öz növbəsində motivasiya yaratmır. Motivasiya olmayan yerdə də sistem rutin olaraq işləyir, amma effektiv olmur. Digər bir səbəb isə hesabatlılıq və keyfiyyət standartlarının zəif olmasıdır. Poliklinikalar baxdıqları xəstə sayı haqqında, nəticələri haqqında da heç bir ictimai hesabatlılıq yoxdur və deyərdim ki, şəffaf olmayan sistem də inkişaf eləyə bilməz. Bu problemlərin də uzun müddətli effekti daha ağır olur. Xalq arasında dövlət xəstəxanasıdırsa pisdir, özəldirsə yaxşıdır kimi stereotiplər yaranır. Bu isə ümumi sistemə çox böyük zərbədir.